Demək olar, bugün ədəbiyyatımızın ikinci mövzusu olan ədəbi növbə janrlara keçid edirik. Ədəbi növbə, nə, uşaqlar janrı. Keçən dərs biz izah elədik hansıdır? Nəzm və nəsr bölməsi də elə. Bax, ədəbiyyat biz demişdik ki, iki yerə bölünür. Bir şifahi xalq ədəbiyyat var, bir də yazı ədəbiyyat var. Dedik ki, bunun oxşar cəhəti iki dənə idi. Biri o idi ki, hər ikisi xalqın həyatına hiss elətdirirdi. Bir də hər ikisinin üç ədəbi növü var. İstəyir şifahi olsun, istəyir yazı olsun. Ədəbiyyatımızda üç dənə ədəbi növ var uşaqlar. Birinci lirik növdür, sonra gəlir epik növ var uşaqlar və üçüncü hansıdır? Dramatik növ. Bunların hər birinin özünə məxsus xüsusiyyətləri var, hansılardır? Uşaqlar, lirik növ lira sözündən götürülüb, simli musiqi aləti deməkdir. Nədən götürülübdür? Lira. Mənası nədir? Simli musiqi aləti. Bunun hər biri ayrıca nəyə düşür? Tezə düşür, mənaları. Epik növ uşaqlar, epos sözündən götürülübdür, epos. Epos omonim sözdür. Bir mənası dastan deməkdir. Koroğlu epos edilir, yəni Koroğlu dastanı. Danışmaq, nağıl eləmək təhkiyədə, elədir. Danışmaq, nağıl etmək deməkdir. Dramatik nədir? Dram sözündən götürülür uşaqlar, dram. Dram sözünün mənası da hərəkət deməkdir. Və bunlar həyatı əks etdirmə üsulları var. Lirik növdə həyatı tərənnüm formasında əks etdirir. Tərənnüm nə deməkdir? Məsələn, biz hansısa bir obyekti deyək, subyekti deyək, görürük və o bizim xoşumuza gəlir və bunu neyin deyirik? Tərənnüm deyirik. Tərənnüm heç vaxt mənfi mənada olmur. Məsələn, testlərdə düşə bilər ki, hansı fikri səhvdir deyək ki, tərənnüm mənfi mənada ola bilər. Bu fikir nədir uşaqlar? Yanlışdır. Tərənnüm demək bir şeyi tərifləmək, bir şeyi mənfi mənada necə tərifləyə bilərik ya? Tərənnüm ancaq hansı mənada olur uşaqlar? Müsbət anlamda olur. Və bunun qabağına yazıram, müsbət. Epik nədir uşaqlar? Təhkiyə və təsvir olur. Təhkiyə nədir, təsvir nədir? Uşaqlar, təhkiyə, nağıl eləmək, danışmaq deməkdir. Təsvir isə hansısa bir, məsələn, ilin fəsli olsun, qış fəsli neyin edirəm mən? Təsvir edirəm. Gördüyüm görkəmi belə canlandırıram, gözümdə canlandırıram. Bu olur təsvir. Təhkiyə də iki cür olur uşaqlar. Bir müəllifin təhkiyəsi olur, bir də obrazın təhkiyəsi olur. Məsələn, elə nağıllar, hekayələr olur ki, görürük ki, orada müəllif danışır hadisəni. Bu olur müəllifin dilindən. Bir də obraz başına gələnlər danışır. Bu da olur obrazın təhkiyəsi. Məsələn, Azad əsərindən tutaq ki, Fərdan dilindən deyilir də, birinci şəxsin dilindən. Demək, orada obrazın dilindəndir. Təhkiyə neçə yerə bölündü uşaqlar? Vüsal, təhkiyə neçə yerə böldük? İki yerə də elə. Bir, obrazın dili var, bir də nəyin dili var uşaqlar? Müəllifin dili var. Sonra, dramatiklər də isə uşaqlar, əyani göstərmədir. Əyani göstərmədə nə deməkdir? Bax, məsələn, bir tamaşa olur da, söhbət indi şifahidən gedir, şifahinin dramatını deyirəm. Bir tamaşadır, tamaşanı mən nə edirəm? Sənətdə canlandırıram. Sənətdə canlandırmaq üçün bunu mən tamaşaçılara yəni göstərməliyəm. Və bunu göstərmək üçün mən dram nə idi? Hərəkət, hərəkətdən istifadə edirəm da. Görürsə, hamısı birbirine əlaqəli şeylərdir. Bir də deyək, tərənnüm hansında olur uşaqlar? Bir dənə təkrar edək. Lirik növdə. Təhkiyə hansında olur? Epik. Təhkiyə neçə yerə böldük biz? İki. Hansı idi? Obrazın müəllifi. Obrazın dili, bir də müəllifin dili. Əyani göstərmə hansında olur? Dramatik. Dramatik növdə. Biz bugün yazı ədəbiyyatın ədəbi növbə janrlarından danışırıq. Söhbət yazıdan, yəni müəllifi olandan gedir. Yazı ədəbiyyatın lirik növbə nələr daxildir? Gəlin bir yazaq. Uşaqlar, birinci beyt formasında olanlardan başlayıram. Hansılardır? Ən birinci gəlir qəzəl. Demək, birinci hansı gəlir? Yazıram bura qəzəl, sonra qəsidə, sonra qitə və ən sonunda məsnəvi. Bu beyt formasında olanlardır. Sonra rübai, sonra tuyuq, ondan sonra qoşma gəraylı da burada izah edirəm, amma o hecə vəzinə aiddir, yaxşı? Qoşma, gəraylı, bayatı müəllifi ola da bilər, olmaya da bilər, ona görə bayatı haqqında da məlumat verəcəm, bayatı. Sonra müxəmməl, birinci şeydən başlayaq, mürəbbi, dörtlükdən ardıcıl gedir. Sonra müxəmməs, daha sonra təxmis və ən sonunda müsəddəs. Uşaqlar, bu lirik növdə daxil olanlardır. Yaxşı, lirik növ deyəndə nədir? Şeir ağlımıza gəlir də əksərən. İndi gəlin baxaq, qəzəldir, qəsidədir, qitədir, məsələdir. Bunların hər birinin özünə məxsus xüsusiyyəti var. Mən bir şeir şəklinin qəzəldə olduğunu hardan tuta bilərəm? Ümumiyyətlə, birinci test sualımız var, bu ortaya çıxır, bu dördür. Bunu verə bilər, testdə deyək ki, bu dördünü birləşdirən cəhət nədir? Deyirik ki, əruz vəznindədir, ən birinci qayda. O günləri keçdikdə əruz vəzni. Əruz vəznində olur, bir də nə formasında olurlar uşaqlar? Beyt formasında olurlar. Bax, bunların iki dənə oxşar cəhədi var. Hansılar oldu? Bir, əruz vəznindədirlər, bir də nə formasında olur uşaqlar bunlar? Beyt formasında. Qəzəl də ikilikdir, qəsəd ikilikdir, qitə də ikilikdir, məsnəvi də ikilikdir. Bəs bunlar necə ayrı? Hardan bilək qəzəldir, hardan bilək qəsəddir. Qafiyə quruluşlarından tuturuq.
Uşaqlar, qəzəlin qafiyə quruluşu aşağıdan yazıram. Bax, A-A, B-A, C-A, D-A. Bu qaydada gedir. Qəsidənlə qəzəlin qafiyə quruluşu ikisi də eynidir uşaqlar. Bax, bunun hər ikisinin qafiyə quruluşu yəni eyni. A-A, B-A, C-A, D-A-dır. Qitə. Qitədə necə olur? Qəzəlin ilk beytini belə düşünün ki, olmur da. Qəzəlin ilk beytini çıxıraq həm qafiyə olmur qitədə. Yəni, nədən başlayır onda? B-A, C-A, D-A, E-A olsun. Sonra məsnəvi. Məsnəvi ikilik demək. İkilik gedir. Yəni, bunu yazmaq daha rahatdır. A-A, B-B, C-C, D-dir. Bu hərflər nə demək uşaqlar? Həm qafiyə olanda mən eyni qafiyədən istifadə edirəm. Eyni hərf olur. Məsələn, dünən demişdik də, Cananla nə idi? Seyran idi. Cananla Seyran eyni qafiyədir. Onda mən nə qoymalıyım? 2 dənə A. Qafiyə dəyişirsə, artıq hərf dəyişməlidir. Burada A o demək ki, bu Cananın davamı olmalıdır. Başa düşdünüz, yəni ona uyğun qafiyə olmalıdır. A, ikinci sırada A'lar varsa, axıda kimi A'lar gedirsə, yəni bu qafiyə sistemini mən nə etməliyəm? Gözləməliyəm. Artıq burada hərflər dəyişirsə, bu demək ki, bunun nə edir? Qafiyəsi dəyişir. Məsələn, biz qəzəl keçən ildə biz sizi keçmişik, Nəsimini sığmazam qəzəli də elə. Mən də sığar ikən cahan, mən bu cahana sığmazam. Gövhərla məkan mənəm, kövün məkana sığmazam. İndi cahanın məkanı, gördünüz uşaqlar, eyni qafiyədir. Demək, qəzəlin ilk beyti nə olur uşaqlar? Həm qafiyə. Qəzəlin ilk beyti nə olur uşaqlar? Həm qafiyə. Bəs onda hardan bilək, qəzəl hansıdır, qəsdə hansıdır? Hər iki eynidir. Bir də mən sizə o günə demişdim ki, ilk beytimiz nə idi? Mətləb. Son beytimiz nə idi? Mətləb. Orta beytlərlə son beytin qafiyəsi eynidir. Biz onu hardan tutaq? Sonuncu beyti demişdim, kimin adı çəkilir uşaqlar? Müəllifin. Müəllifin. Məsələn, Füzuli indi şeydadır, həmişə xəlqə rüsvadır. Sorun bu nə sevdadır? Bu sevdadan usanmazmı? Burada Füzuli sözü var. Füzuli sözü varsa mən tuturam ki, o qəzəlin neçənci beytidir uşaqlar? Sonuncu beytidir. İndi sonuncu beytin ilk beyti ayırıq da, ilk beyti oradan tutdum ki, nə olmalıdır? Həm qafiyə. Son beyti tutdum ki, nə olmalıdır? Müəllifin nə olmalıdır? Ad olmalıdır. Qəzəllə qəzəlin fərqi nədir? Uşaqlar, qəzəldə 5-10 beytdirsə, bunda ondan düz 200-ə qədər ola bilər. Həzminə görə qəsidə qəzəldən nədir uşaqlar? Böyükdür. Bax, bunu belə yerdə saxlaya bilərik. Bir də qəsidənin mənası növləri var, hansılardır uşaqlar? Bax, birinci var tövhid. Tövhid Allahın birliyi demək uşaqlar. İkinci var minazat, Allahın tərifi deməkdir. Sonra gəlir nəf, Peyğəmbərin tərifi. Sonra gəlir məthiyə, hökümdarın tərifi. Ondan sonra gəlir uşaqlar fəxriyə, öyünmə deməkdir, özünün tərifi. Şair özünü tərifləyir. Və mərsiyə var, ölü ilə bağlıdır, yas yeri ilə bağlıdır. İnsanın kədərindən doğan. Və mərsiyə şifa xalq ədəbiyyatındakı ağını xatırladır. Fərq nədir? Mərsiyənin müəllifi var, amma ağının müəllifi yoxdur. Sonra məthiyyən də tam əksi həcb deməkdir, hökümdara şikayət. Burada mən hökümdarı tərifləyirəm, burada hökümdarı nə edirəm? Şikayət yazıram, şikayət məktubu. Biz həcbə nümunə nəyi göstərmişdik? Bu Nişançı Paşaya məktub var idi, şikayətnamə əsəri. Bax, Füzulinin, onu biz həcb kimi götürə bilərik. İndi gəlik nədən? Tövhid nə oldu uşaqlar? Allahın birliyi. Tövhid uşaqlar, Allahın nəyi deməkdir? Birliyi. Minazat Allahın tərfi, diqqətlə qulaq asın, sonra siz deyəcəksiniz. Nəf Peyğəmbər, məthiyə hökümdarın, fəxriyə öyünmə demək, özünün tərfi, mərsiyə ölü ilə bağlı idi, həzrdə şikayət deməkdir. Aysun, bir deyək, tövhid nə oldu? Biraz sonra Allahın tərifi. Aha, minazat nə oldu? Allahın tərifi. Bax, birliklə tərfi qarışdırmayacağım sonra. Tövhid Allahın nəyi deməkdir? Birliyi. Minazat Allahın tərifi. Nəf? Peyğəmbər. Məthiyə? Aha, fəxriyə? Mərsiyə? Yox, ölü ilə bağlı. Bax, ağı yazmışam da qabağına. Kədər ifadə edir. Həzb isə nədir? Şikayət deməkdir. Sonra keçid aldıq nəyə? Mənim Allahın tərifi birliyi nətər olur ki? Biri var Allahın birliyinə danışırsan, bir də var sırf Allahı tərifləyirsən. Başa düşdünmü? Başa nəyə Allahı tərifləyirsən, bir də var Allah haqqında, onun birliyi haqqında müəyyən şeylər bizə çatdırır. Sonra qəzəllə qəsidəni bir də söz keçirəm. Həcminə görə böyük olan oldu qəsidə. Həcminə görə kiçik olan oldu qəzəl. Mənaz növlərinə görə böldük hansını? Qəsidəni. Oxşar cəhdə oldu ki, hər ikisi beyt formasındadır, hər ikisi əruz vəzindədir, hər ikisinin qafiyələri eynidir, hər ikisində sonunda kimin adı çəkilir uşaqlar? Müəllifin adı çəkilir. Qitə. Ərəb sözü olub, mənası parçası deməkdir. Məşhur tez sualı, biri bu mənası düşür. Ərəb sözü olub, mənası deməkdir, parça isə. İkinci məşhur sualımız, qita, yeganə, şeir şəkildir ki, orada müəllifin adı olmur. Yaxşı? Yəni, məsələn, qəzəldə müəllifin adı olur, qəzəldə müəllifin olur, amma qitədə müəllifin adı ümumiyyətlə olmur.
Bu o deməkdir ki, bizə sual verə bilməzlər ki, qitəni verər, deyək ki, bunun sonuncu beyti hansıdır? Çünki heç bir şagird onu tuta bilməz ki, bu qitənin sonuncu beytidir, yoxsa deyil. Orta beytin, sonuncu beytin qafiyəsi gördüyünüz kimi eynidir. Bunu oradan tuturduq ki, nədən bilirdik? Müəllifin adına. Burada müəllifin adı yoxdur, biz onu bilə bilmərik. Bizə sadəcə bununla bağlı iki sual tipi düşər. Birinci məsələ, deyək ki, qəzəllə qitənin fərqi nədir? Deyərik ki, qəzəldə həm qafiyə olur, amma qitədə həm qafiyə olmur. Qəzəldə müəllifin adı olur, amma qitədə müəllifin adı olmur. Və ikinci test sualımızda o olar ki, mənası. Mənası nə deməkdir, bilən deyin görək? Parça hissə deməkdir, ələm sözü olur. Məsnəvi isə ikilik deməkdir. Bayaq da dedim, 2-2 gedir. A, A, B, B, C, C, D-dir. Və qədim dövrdə yazılan əsərlərin demək olar ki, çoxsu məsnə formasına yazılır. Məsələn, Nizaminin 5 poemasının 5-i də nə formasındadır? Məsnə formasındadır. Dəhnamə keçdik, Şahsman Xətəri nə formasındadır? Məsnə formasındadır. Bunlar artıq bənddir. Bura qədər nə forması idi? B. İndi keçirəm bəndə. Uşaqlar, rübai dörddük, tuyuq dörddük. Qoşma dörddük, gəraylı dörddük, bayatı dörddük, mürəbbi dörddük. Gör nə qədər dörddük var. Bunların fərqləri var təbii ki, biz bunların fərqlərini bilməliyik. Rübaidir, tuyuqdur, bayatıdır. Bu üçünün 3 dənə oxşar cəhəti var uşaqlar. Birinci, nensəlikdilər, dörtlükdülər. Bax uşaqlar, məşhur oxşar cəhətlər. Bir bənddən ibarət olurlar, üçü də. Nə formasındadırlar uşaqlar? Dörtlük formasındadırlar və üçünün də qafiyə quruluşu A, A, B, A-dır. Bu o deməkdir ki, 3 dənə qafiyəmiz eyni olur, amma 3-cü qafiyəmiz nədir? 3-cü misramız sərbəst olur. A, A, B, A. Sual düşsə ki, rübai, tuyuq, bayatın oxşar cəhəti nədir? Bir bənddən ibarət olan dörtlüklərdə bizədən də olurlar bunlar. Bir bənddən artıq olmurlar. Və bunlar dörtlük formasında olur və bunların qafiyəsi necədir? A, A, B, A. Rübai ilə bağlı növbətdə test sualım nədir? Biz əluzun şeylərini keçdik də, bəhirlərini keçdik, həcəzdir, rəməldir də elə. Bax, bu rübailər həcəz bəhrində olur, həcəzdə. Amma tuyuqlar rəməldə olur. Bunu da necə yadda saxlayırıq? R olan, R olmur. Elə yadda saxlaya bilərsiniz. Yəni, demək uşaqlar, rübailər hansı bəhirdə oldu? Həcəz bəhrində. Tuyuqlar hansında oldu? Rəməl. Necə yadda saxlayırıq? R olan, R olmur. Bax, bu bütün rübailər aid. İstisnası yoxdur. Bütün rübailər həcəzdədir, bütün tuyuqlar nədir? Uşaqlar rəməl. Və tuyuqu kim gətiribdir? Orta dövrdə keçmişdik. Qazi Burhanəddin. Türk şeir şəklidir. Tuyuqu kim gətiribdir? Qazi Burhanəddin gətirib. Rübani isə ilk rübani gətirən Qəfran Təbrizi olur. Yerdə saxlayın. Rübani kim gətirdi? Qəfran Təbrizi. Tuyuqu kim gətirdi? Qazi Burhanəddin. Qeyd kimi yazmış, onsuz qrupu atılacaq, narahat olmayın. Sonra keçdik qoşma gəraylığa. Bunlar da dörtlüydür. Bunları necə ayırım? Uşaqlar, bunlar çox bəndli dörtlükdür. Yəni, bunlarda bəndlərin sayı nə olur? Çox olur. Bunlar bir bənddən ibarət dörtlüklərdir. Amma bunlar çox bəndli dörtlüklərdir. Bir fərq də nədir? Bayatı gəraylı qoşma heca vəznində olur uşaqlar. Bax, bu üçün hansı vəzindədirlər? Bu üçün heca vəzindədirlər. Amma bu hissədə olanların hamısı hansı vəzindədir uşaqlar? Əluz vəzindədir. Yaxşı. Sonra mürəbbi də dörtlükdür. Müxəmməs, qoy yazın. Mürəbbi dörtlük. Müxəmməs 5-lik, təxməs 5-lik, müsəddəs 6-lıq. Birinci qoşmanın gərayını deyək, sonra bunları kesid edərik. Bayatla bağlı məşhur test cümlələri hansılardır? Bayatı 4 misra, elə, hər misrada neçə hecə olur uşaqlar bayatıda? 7 hecə olur. Gəraylıda hər misrada 8 hecə olur. Qoşmada hər misrada 11 hecə olur. Hecaların sayını bilmək lazımdır. O ki, mən bunu heca vəzin kesində də demişdim ki, çünki hecaların sayı nə olmalıdır? Bərabər olmalıdır. Qoşma neçə hecə olur uşaqlar? 11. Gəraylı neçə hecə olur? 8. Bayatı neçə hecə olur? 7. Bayatla bağlı. Dedim dörtlük formasındadır. Hər misrasında 7 hecə olur. Qafiyəsi A, A, B, A olur. Neçə bənddən ibarət olur? Bir bənddən. Bir də bayatlarda uşaqlar əsas fikir 3-cü misrada olur. 3-cü ilə 4-cü misrada yekunlaşır. Birinci, ikinci misra isə bunlara deyil zəmin hazırlayır. Yəni, təbii ki, əsas fikrim mən harada deməliyəm, sonda deməliyəm də elə. Və bayaqlar hansı sözlərlə başlayır? Əksərən, hamısına aid deyirəm, əksərən deyirəm. Mən aşiqəm, əzzinəm, eləm ifadələrindən başlayır. Yaxşı, bu bayaqların nə idi? Xüsusiyyətləri. Əksərən də məhəbbət məzmununda olur. Məhəbbət də deyəndə əks cinsə yoxa. Yəni, vətənə də ola bilər, annəyə ola bilər, məhəbbətin fərqli növləri var da. Əsas odur ki, məhəbbət mövzusunda olur. Sonra qoşma. Uşaqlar, qoşma bir məzmununa görə növü var, bir də formasına görə. Bir neçə yerə bölünür. Gəlin yazaq. Qoşmalar məzmununa görə neçə yerə bölünür? Uşaqlar, ustadnamə var, ustadnamə. Sonra gözəlləmə var, yazıram bura. Gözəlləmə, gözəlləmə. Sonra qıfılbənd var, qıfılbənd. Aha, bu qıfılbəndin digər adı uşaqlar buna bağlama və deyişmə də deyilir. İkinci adlarını yazıram. Bağlama və nədir uşaqlar? Deyişmə.
Gözəlləməyə aşiqanə şeirlər də deyilir. Aşiqanə, yəni sevgi mövzusunda olur daha çox. Ustadnamə də hikmətli məzmunda olur. Yazıram bura, hikmətli məzmunda olur. Demək, bir də uşaqlar vücudnamə var. Vücudnamədə insanın hansı yaşda bədəni nə formadadırsa onu göstərir. Ustadnamə o deməkdir uşaqlar. Bəndin içində axılar söz olur. Məsələn, deyir, Abbas bu sözləri deyər dərindən, arxı vurun suyu gəlsin sərindən. El bürosu da oynadar yerindən, söz bürosu zərbi kərəm sındırar. El bürosu da oynadar yerindən, söz bürosu zərbi kərəm sındırar. İçində nə var? Hikmətli söz var. Ona görə bunlara nə deyir uşaqlar? Ustadnamə deyir. Aydındır. Gözəlləmə. Bir gözəlin, bir qadının xarici görkəmini nə edirəm? Sözün ifadə edirəm və onu bir növ tərifləyirəm, tərənnüm edirəm. Biz məsələn, qabaqda pəri qoşmasını keçəcək. Pəri qoşmasını nə edir? Tərif edir və yəni Vaqifin pəri qoşması o gözəlləməyə aid nümunə kimi götürə bilərik. Qıfırbənd isə iki aşıq qarşı-qarşıya değişir və birinci aşıq sualı verir uşaqlar, bəndin içində sualı verir. İkinci aşıqdan tələb olunur ki, o sualın cavabı onun belə deyilir, dediyi bəndə bir bənd deməlidir, onun içində olsun. Və onun qafiyəsi, onun dediyi qafiyədə eyni olmalıdır. Meyxana kimi düşünün də uşaqlar. Və sadəcə olaraq bu şeir formasıdır. Niyə bağlama deyilir? Bir tərəf digərini sualla bağlayır. O onun cavabını tapa bilməzsə, demək onu bağlayır deməkdir. Niyə değişmə deyilir? Çünki iki nəfər qarşı-qarşıya nə edir uşaqlar? Değişir. Bu nə oldu? Qıfırbənd. Bu işbaz xalq ədəbiyyatının tapmacanı xatırladır. Tapmaca da biz sizə bir şeyin əlaməti sörflü şəkildə verilir və bizdən tələb olunur ki, biz onu neyə uşaqlar? Tapaq ki, o nədir? Cavabını tapaq. Vücudnamə. Məsələn, deyir, 3 yaşından 5 yaşına varanda təzəcə açılmış gülə bənzərsən. 5 yaşından 10 yaşına varanda aradan saçılmış bala bənzərsən. 40-ında deyir, yitri yeyərsən, 60-ında qanlar dökərsən, 70-ində deyir, ön dişlərin tökülər, 80-ində əl qəddin bükülər. Yəni, hansı yaşda bədənimiz nə formadadırsa, onu göstərirsə, bu nədir uşaqlar? Vücudnamə. Fikir verin, hər birinin adı elə bil özünün içində var. Qıfırbənd o demək ki, bəndə nə vururam? Qıfır vururam və mən bunu neynəməliyim? Açmalıyım. Vücudnamə, vücud sözündən tuta bilərik də elə. Burada gözəlləmə, yəni gözəl bir xanım da, xanım ağlımıza gəlir. Ustadnamə, ustad nə deməkdir? Yəni sənətkar, xüsusi seçilmiş, peşəkar bir insandırsa, o təbii ki, necə sözlər bilməlidir? Hikmətli sözlər. Bu qoşmanın nəyinə görə növləri oldu uşaqlar? Məzmununa görə. Yəni qoşmalar 4 məzmununda ola bilər. Bir də qoşmanın formaza növləri var. Biz o gün qafiyə keçdik, cinas qafiyə. Yadınıza gəlir homonim sözlər. Cinas qafiyə uşaqlar həmişə təznislərdə olur. Təznis isə qoşmanın formaza növünə daxil edilir. Yəni bir şeirin təznis olduğunu göstərən əsas faktor nədir? Orada cinas qafiyə olmalıdır. Yəni homonim sözlər olmalıdır. Və təznisində növləri var uşaqlar. Ayaqlı təznis var, ayaqlı təznis var uşaqlar. Sonra dodaq dəyməz təznis var. Dodaq dəyməz təznis var. Dodaq dəyməz. Okay. Bir də uşaqlar cığalı təznis var. Cığalı təznis. Bu qoşmanın necə növləridir uşaqlar? Forması növləridir. Yəni təznis söhbəti varsa, orada əsaslı bizə nə deyə bilərik? Təznis. Təznis söhbəti varsa, bilsən ki, o qoşmanın nə idi? Forması növləridir. Bu ayaqlı təznis nədir? Bax uşaqlar, 4 misra olur da, 3-ünü verir, 4-cü misra biraz kənara çıxır, quyruq kimi də, başa düşdünüzmü? Nisbətən bunlardan fərqlənir uzunluğu. Buna deyilir ayaqlı təznis. Elə onun formasına baxan kimi görürsən ki, bu nəyə aiddir? Ayaqlı təznisdir. Dodaq dəyməz. O günləri fonekanın keçən demişdim ki, M, B, P nə samitlərdir? Dodaq. Bu şeirdə bu samitlər olmuş. Niyə? Bu şeir deyəndə dodaqlar bir-birinə dəymir. Məsələn, qışda dağlar ağ geyinər, yaz qara, ağ dəstinə, ağ kağıza, yaz qara. Gördünüzmü? Dodaqlar bir-birinə dəymədi. Çünki o şeirin tərkibində M, B, P iştirak edəmir. Və bu təblisə nə deyil uşaqlar? Dodaq dəyməz təznis. Bəs cığalı təznislərdir uşaqlar. 2 misra verilir cansız. Orada da bir dənə bayatı verilir. Bax, burada bir dənə bayatı verilir 2-ci misradan sonra. Sonra da 3-cü və 4-cü misra verilir. Yəni, bu bayatı olan yerdə cığa bəndi deyilir. Və bu bayatı da ağzımıza gələn bayatını ata bilmərik də, hər hansı bir bayatı. Elə bir bayatı seçməliyəm ki, bunun qafiyəsi eyni olmalıdır, oxşar olmalıdır. Yəni, şair birinci bayatını seçməlidir və ona uyğun da qafiyələrini eləməlidir, uyğunlaşdırmalıdır. Və bayatı olan yerə nə deyilir? Cığa bəndi. Ona görə bunun adı nə adlanır uşaqlar? Cığalı təznis. Aydın oldu bu da? Bu qoşmanı yekunlaşdırdıq. Bəs qoşma ilə gəlin, bəs oxşar və fərqli cəhətləri nədir? Amma fikrim məndə olsun. Qoşmada bir fərq nədir? Hecaların sayıdır. Qoşmada neçə hecaydı? 11. Gərayda neçə hecaydı? 8. Amma qafiyələri eynidir. İndi gəlin qafiyələrinə baxaq. Necə ki, qəzəllə qəsidənin qafiyəsi eynidir, qoşma andırayın qafiyəsi eynidir uşaqlar, gərayının. İndi
Qoşmada bənd cümlələri var. Ona görə gələk biz yazaq. Birinci bənd, ikinci bənd, üçüncü bənd. Üçüncü bəndə sonuncu bənd kimi düşünün, çox yazmayaq da. Birinci bənd olduğunu qoşmanın və gəraylıların haradan tuturam? Uşaqlar, bax, belə olur. A, B, C, B. Bu nə deməkdir? Çarpaz qafiyə. 2 ilə 4 eyni olur. Bir elə iş ola bilər, ha? Amma əksərən 2-4 eyni olur. Buna necə qafiyə deyir uşaqlar? Çarpaz. Bunun da gəraylı yazacağımız aşma qafiyədir. Çarpaz və yaxud da aşma. Elə bir bu ikinci, üçüncünün aşağı nəyə keçir? Dördüncü keçir. Çarpaz və yaxud da aşma qafiyə. Bu cür qafiyə varsa, demək ki, yerin neçənci bəndidir bu? Birinci bəndi. Bəs ikinci, üçüncü, dördüncü bəndləri necə tuturuq? Hamısının qafiyəsi eyni olur. Məsələn, necə olur? 3 dənə D olur uşaqlar, sonra B olur. Niyə B? Bu 2 ilə 4 eyni olmalıdır. Sonuncu bənd. Axıra kimi belə gedir. 3 dənə Ə, yenə nə olacaq B? 3 dənə Ç, yenə nə olacaq B? Bəs sonuncu bəndi hardan bilək? Onu da kesin dəfə demişdim, bəndi kesin dəfə. Sonuncu bənd möhür bənddir, möhür vurur. Və orada da yenə şairin nəyi olur? Adı. Adı olur. Məsələn, adım Ələsgərdir, mərdi mərdana, 12 şairdir, müşlər həryanə. Ələsgər sözünə tuturam ki, bu şeirin neçənci bəndidir? Sonuncu bəndidir. Gəlin bir yerdə saxlayaq. Bu blok imtahanın ən məşhur suallarıdır. Bir bənd şeiri verir, deyir, bənd haqqında hansı fikir səhvdir? Yazır, şeirin birinci bəndidir. Bənd. Mən avtomatik bəndə baxmalıyam ki, şeirin birinci bəndidir. Mən orada necə qafiyə axtarmalıyam? Çarpaz qafiyə. Həqiqətən 2-4 qafiyələrini demək, onda bu fikir nədir? Düzdür. Yazıb ki, şeirin sonuncu bəndidir. Mən şairin adı var. Baxmalıyam ki, görüm orada şairin adı varmı? Şairin adı yoxdur da, dediyim mətndə şairin adı yoxdur. Demək, onda bu fikir nədir uşaqlar? Yanlış fikirdir. Yəni biz bunu bu cür tapırıq. Qoşma ilə gəraylıların bircə fərqi nəyin sayıdır uşaqlar? Hezaların sayı. Desək ki, şeir qoşma janrındadır. Avtomatik sayılır 11, axıra qədər 11, hamısı 11, 4 misal 4-də də 11. Demək, onda bu fikir nədir? Düzgündür. Amma deyir ki, qoşma janrındadır, amma sayıram 8 çıxır. Demək, onda bu gəraylıdır. Bu fikir nədir uşaqlar? Yanlışdır. Yaxşı, keçid aldıq nəyə? Mürəbbi, müxəmməs, təxmis, müsəddəs. Uşaqlar, mürəbbi dörtlüydür. Qafiyələrin qabağına yazalım. Bax, 4 dənə A olur uşaqlar. Sonra 3 dənə C olur, bir dənə A olur. 3 dənə Ç olur, bir dənə nə olur? A. Başa düşdünüzdə necə gedir uşaqlar bunun qafiyəsi? Bura 5'lik, bu 5'lik, bu 6'lik. Müxəmməs 5 dənə nə olacaq? A. 5 dənə A. Sonra uşaqlar 4 dənə B, bir dənə yenə nə gələcək? A. Sonra 4 dənə C, bir dənə nə gələcək? Müxəmməsin təxmis eynidir qafiyəsi. Müsəddəs 6 dənə A olacaq bu dəfə. 6'lıqdır da, 6 dənə A. Sonra 4 dənə B, 2 dənə A. Fərqi gördünüzdə fərq nə oldu uşaqlar? Bunlarla bağlı sual düşsə nə deyək? Deyək ki, mürəbbi, müxəmməs, təxmis, müsəddəs, oxşar cəhəti nədir? Hamısının birinci bəndi görürsünüz uşaqlar, necə qafiyədir? Həm qafiyədir, yaxşı. İkinci bəndlərini deyə bilmərəm eynidir, nəyə görə? Müsəddəsdə artıq fərqləndi, niyə? Bunlarda bir dənə ayrı, fikir verirsiniz. Amma müsəddəsə keçəndə axırda ikinci bənddə 2 dənə A oldu. Ona görə bu fərqlidir bunun. Bəs müxəmməslə təxmisi necə ayrım? Bu da 5-likdir, bu da 5-likdir. Uşaqlar, məsələn, Aysun bir qəzəl yazır. Qəzəlin bir beytini mən götürürəm 2 misrada, elə. Bir beytdə neçə misra olur? 2. Üçünü də özümə əlavə edirəm, Cansu. Sonda Aysunun da adını verirəm, özümün də adını verirəm. Başa düşdün nətəli? 2 müəllifin adı varsa bu nədir? Təxmisdir. Amma bir müəllifin adı varsa, o nədir? Müxəmməsdir. Birlik nədir? Sual necə düşər? Deyək ki, müxəmməs hansı janrda olan şeylərə yazılır? Qəzələ. Çünki mən dedim, kimisə qəzəlini götürürəm, 2 misranı götürürəm. Neçəsini özümə əlavə edirəm? Üçünü. Toplam neçə oldu? 5. Və hardan bildim təxmisdə 2 dənə müəllifin adı var. Yaxşı, və təxmis olduğunu biz sonuncu bənddən tuta bilərik şeirin. Mənə ancaq sonuncu bəndini verər ki, bu təxmisdirmi yoxsa müxəmməsdirmi? Orada məndə mən hardan bilim ki, bu təxmisdir yoxsa müxəmməsdir? Sonuncu bənddə mənim də adım olur, götürdüyüm adam kimdirsə onun da adını verirəm. Və buna deyilirlər uşaqlar təxmis. Müsəddəsin də bir dənə qafiyəsini və altını bulduğunu bilsəz bəs edir. Bu oldu lirik növ. Lirik növü tam başa düşdükmü? İndi dayandır Cansu. Dedik, epik növə nələr daxil? Gəlin yazaq. Ən bardığına gedək. Uşaqlar, birinci təmsil gəlir. Təmsil. Sonra hekayə. Sonra hekayənin bir növü olan novella gəlir sonra. Novella. Ondan sonra nə yazaq uşaqlar? Roman yazaq. Sonra povest yazaq. Gəlin povesti birinci yazardıq. Nəysə. Roman, povest, oçer. Sonra xatirə. Xatirə. Möhtəzdə qabağına memuar da yazıram. Çünki xatirəyə memuar da deyilir. Görün, hər şey yazdıq. Təmsil, hekayə, novella, roman, povest, oçer, xatirə. Xatirənin digər adı nə oldu? Memuar. İndi uşaqlar, burada nədən başlayaq? Həzmdən görə epik növün ən kiçik janrı təmsildir. Təmsildə allegoriya olur. Allegoriya nə demək ki? Şəxsləndirmə. Heyvanlar dilə gəlir, ağaclar dilə gəlir. Adətən danışılır da.
Bizim məsələn keçdiyimiz təmsillər hansılardır? İlan və qurbağa təmsilini keçəcəyik qabaqda. Qarışqa və kərgədan var və bir də hansını keçirik biz təmsillərimizdən. Eşək və arılar Seyidəzin Şirvan Diləcə adı çəkilir. Mirzəlik və Sabirin Bölbücə və Təşkur Diləcə adı çəkilir. Təmsildə hikmət hamısı məzmun olur. Ya təmsilin əvvəlində verilir, ya da sonunda verilir. Məsələn, Qarğa və Türkü təmsili var, yəqin keçmiş olarsınız. Qarğa gəlir, Tükü gəlir, qarğanı tərifləyir ki, ağzında pendir olur, deyir, eşitmişəm sən məlahətli səsin var, gəl deyir, bir dənə oxu, mən sənin səsini eşidim də. Qarğa da bundan həvəslənir, duruşa gəlir, başlayır mahnı oxumağa və bu zaman ağzındakı pendir düşür. Bu zaman Tükü deyir ki, olmasaydı sənin kimi sarsaqlar, yəqin ki, az qalardı yaltaqlar. Yaltaq deyəndə özünü nəzərdə tutur, sarsaq deyəndə qarğanı nəzərdə tutur. Yəni, burada gülüşün bir sıda iki növ var. Bir satirik gülüş var, bir də yumoristik gülüş var. Burada təbii ki, hansı gülüş əsas gözləyir? Yumor. Satirik gülüş. Niyə? İfşa edir axı onu, satira edir. Yəni, onun axmaq olduğunu onun üzünə vurur. Özünün də yaltaq olduğunu öz boynuna alır. Demək, onda təmsildə hansı gülüş əsas götürür uşaqlar? Satirik gülüş. Bəy, yumor nətər olur? Yumor yüngül gülüşdür, islah edici gülüşdür. Yəni, yüngül formada gülürük. Amma kimisə ifşa eləmək məqsədini gülürsə, o necə gülüş hesab olunur? Nə bunlardır? Satirik gülüş. Təmsildə hansı gülüş olur uşaqlar? Satirik. Bax, məşhur test sualımız nəzm və nəsr söhbət edir. Təmsillər həm nəzm formasında olur, həm nəsr. Yəni, həm cümlələr formasında olur, həm nəzm. Amma əksərən təmsillər şeir formasında olur, yadınızda qalsın. Sonra keçdim hekayə. Uşaqlar, hekayədə təxmini 7-8 obraz olur və insan həyatının müəyyən bir mərhələsi gözümüzün önündə canlandırılır. Hekayə də yenə həm nəzmlə ola bilər, həm nəsrlə ola bilər. Və ilk nəzmlə yazılan hekayə Nizami Gəncəviləri, Sultan Səncər və Qarı yadınıza gəlir. Yaralı uşağın dastanı, Kəbşizdə kişinin dastanı. Bizdə Sizlər xəzinəsində 20 dənə məqalət var, 20 dənə hekayət var. Yəni, ilk mənzum hekayə kimlər bilirsə, cavabına götürür uşaqlar Nizami Gəncəvi. İlk dənə mənzum hekayə yazan kim olubdur? Nizami Gəncəvi olubdur. Sonra novella. Novella da hekayənin bir növüdür. Amma sadəcə olaraq fərq nədədir? Novella gözlənilmə sonluqla qutarır. Məsələn, bomba hekayəsi biz keçmişik. Qarpız çıxır. Əbdürrəhim Bəxtəliyevin bomba əsəri. Orada bizdə bomba əvəzindən çıxır, qarpız çıxır çuvalda. Sonra Qurbanəli bəy, biz keçmişik. Mücəlləmət Qulzadənin Qurbanəli bəy hekayəsi. O da yerə novelladır. Çünki sonunda axır şey də tapılır da bu adam. İnəklərin arasında. Evə qonaqları çağırır, yatıb qalır. Aha, novella nə oldu uşaqlar? Gözlənilməz sonluq yazılır. Gözlənilməz sonluq varsa buna hesab olunur novella. Uşaqlar, povestə keçirəm çünki ardıcı həcminə görə. Povestlər hekayədən böyükdür. Ona görə buna el arasında böyük hekayə deyilir. Demək, epik növün hansı janrına böyük hekayə deyilir uşaqlar? Povestlər. Yazıram bura nə? Uşaqlar, böyük hekayə. İndi fərq nədir? Məsələn, tutalım, burada 7-8 obraz varsa, burada 16 obraz var. Başa düşdünüzmü? Və ilk povestimiz 1857-ci ildə kimin əsəri idi uşaqlar? Bax, ilini mən dedim. 1857-ci ildə aldanmış Kəvakib, elə aldanmış ulduzlar demək uşaqlar. Bunun əsəridir, kimin? Mirzə Fətəli Axundzadənin əsəri, ilk povestimiz. Osirlə bağlı sizdən test sual nədir? Faktiki həyat materialı. Yəni, bu demək ki, burada baş verən hadisələr faktiki həyatda olmalıdır, real həyatda olmalıdır. Osirlə bağlı sualımızın cavabı nə olacaq bir dənə? Faktiki həyat materialı. Bu oldu Osir. Xatirə nədir? Xatirə nəqəratı memar, bir onu da saxlayan. Bir də xatirədə yazısının şahidliyi əsasında olmalıdır. Məsələn, mən kimisə həyatına xatirə yazıramsa, o insan həyatına mən şahid olmalıyam. Ona görə xatirəmə bağlı məşhur test sualımız nə olacaq uşaqlar? Yazısının nəyi olmalıdır burada? Şahidliyi olmalıdır. Bu oldu xatirə. Digər adı da memariliyidir. Və yazıcı öz həyatından da xatirə yaza bilər. Məsələn, Cəlil Quzadənin xatiratı məsələ var. Öz uşaqlıq xatirələrinin, gənclik illərinin bir xatirə yazılır. Öz həyatına yaza bilərəm də, nə var ki burada? Roman. Epik növün ən böyük janrı həcminə görə roman uşaqlar. Ən böyük romandır. Roman da yenə həm nəzmlə olur, həm də nə olur uşaqlar? Nəsrlə olur. Və roman məzmununa görə bir neçə yerə bölünür. Hər kitabda fərqli deyil, ona görə bunu hamısını birləşdirib deyəcəm. Yaxşı, bax uşaqlar, tarixi roman var. Sonra ictimai-siyasi roman var. İctimai-siyasi roman var. Sonra inqilabi roman var. İnqilabi. Sonra fantastik roman var. Fantastik. Sonra psixoloji roman var. Psixoloji. İnqilabi yazım, fantastik yazım, ictimai-siyasi yazım, psixoloji yazım. Bu romanın nəyidir? Mənası növləridir uşaqlar. Demək, və fəlsəfi roman da var. Bəzi yerlərdə onda deyirlər, fəlsəfi roman. Yəni, mən hamısını birləşdirdim, onu qeyd elədim. Amma məhəbbət romanı deyə bir şey yoxdur. Bu,
romanın nəyinə görə növlərdir? Cansın, məzmununa görə növlərdir. Yəni hansını? Tarixi mövzusu tarixdir, ictimai mövzusu ictimaidir, inqilab mövzusu inqilabidir, fantastik mövzusu elə. Yəni hərəsi özünün nəyini əks etdirir, öz adını əks etdirir. Bir də romanın həcminə görə, hissələrinə görə növləri var. Hansılardır? Dilogiya var, uşaqlar. Dilogiya, sonra trilogiya var, trilogiya, bir də epopeya var, uşaqlar. Trilogiya və nə var, uşaqlar? Epopeya. Dilogiya, uşaqlar, 2 hissəli romandır. Trilogiya 3 hissəlidir. Əgər 3-dən çoxsa 3 plus yazıram. 3-dən çoxsa bu nə adlanır? Epopeya. Epopeyada minimum 600 sürət olur. Yəni bütün xalqın həyatını əks etdirir. Məsələn, biz Süleyman Rəhimovun Şamın epopeyası var. Yəni bizim qabağımıza çıxan bir dənə odur. Şamın epopeyası var. Onu deyə bilərik bunun olaraq. Bunda rus rəqəmlərindən yerdə saxlayırıq. Adin diva tiri. Diva nədir? 2-dir. Tiri nədir? 3-dür. Trilogiya neçə hissəlidir? 2 hissəlidir. Trilogiya neçə hissəlidir? 3-dür. 3-dən çoxsa nə adlanır bu uşaqlar? Epopeya. Və bir şeyin nəzmlə olanı həmişə mənzumdur. Bax, mənzum roman var, mənzum hekayə var. Yaxşı. Demək, nəzm və nəsrə, yazı ədəbiyyatı nələr oldu uşaqlar? Təmsil, hekayə, novella deyə bilərəm. Niyə? Çünki bu nəyin növüdür? Hekayənin bir növüdür. Roman. Yaxşı yadda. Yəni, povestimiz nələ olmur? Nəzm və nəsrlər olmur, yadda saxlayırıq. Bu oldu bizim epik növümüz. Tam başa düşdə epik növ nədir? İndi keçirəm dramatik növə. Uşaqlar, dramatik növdə 3 dənə janrımız var. Hansılardır? Dramdır, sonra faciədir və komediyadır. Komediya. Bu, situasiya sualları var ya uşaqlar. Balaca bir mətin verir ədəbiyyatda 27, 28, 29. Əksərən orada mən rastıma çıxır. Nəyə görə? Bir dramatik növdə olan bir kiçik bir parça verir. Deyir, hansı ədəbi növdədir və bunu sübut elə. Mən onu dramatik növdə olduğunu nədən tuta bilərəm? Bir əsərin dramatik növdə olduğunu göstərən əsas məsələ 3 dənə şeydir. Monoloqdur, diyalogdur, remarkadır. Bax, yazın orada. Nədir uşaqlar? Monoloq, ondan sonra diyalog, bir dənə dedim, diyalog, remarka. Remarka nədir? Birinci remarkadan başlayıram. Uşaqlar, ya belə mötərizənin içində verir, yazır gülür, gülərək, qəhqəhə ilə, ağlayaraq. Kiminsə sözlərinin yanında onun hərəkətlərini nədə verir? Mötərizənin içində verir. Bu olur remarka. Bir növ bizim üçün lazımdır mı? Yox. Bu tamaşaçı üçün əlaqəsi yoxdur. Bu rolu aparan aktyor və rejissor üçün lazımdır. Nəyə görə? Məsələn, Vaqif dramında ən başda görürsən yazır. 18-ci əsr Qarabağ mahalı, Vidadi evi, Vidadi namazı üstə. Bunu aktyor və rejissor bilməlidir ki, bu hadisə neçənci əsrdə baş verir? 18-də. Yəni, geyim tərzi ona uyğun olmalıdır, məkan tərzi ona uyğun olmalıdır. Yəni, bunun oxucu üçün heç bir aidiyyəti yoxdur. Bunun kimi üçün aidiyyəti var? Aktyor və rejissor üçün göstəriş vermək üçün istifadə olunur da, məkanın və hansı bir məclisi nəyini göstərir bizə? Təsvirini verir. Ona deyilir nə uşaqlar? Remarka. Remarkalar ancaq nəsrlə olur. Heç vaxt nəzmlə olmur. Bir də yazır ki, remarkalar həm nəzm, həm də nəsr ola bilər. Onda bu fikir nədir uşaqlar? Yanlışdır. Mötərizə içində verilən hansı bir məkanın təsviri, obrazın hərəkətini göstərəcək müəyyən sözlər varsa, buna adlanır uşaqlar, remarka adlanır. Monoloq nədir, diyalog nədir? Diyalogun azadlığını da bilirik, mono tək deməkdir. Bir insan tək başına danışırsa, buna adlanır monoloq. Məsələn, biz kimlərin monoloqunu keçmişik? Fəxrəddin var, müsbət Fəxrəddin ifadiyəmiz. Orada Rüstəmin monoloqu var, əsərin başında, öz-özünə danışır. İblis faciəsi var, Hüseyin Cavidin. Orada İblisin monoloqundan başlayır, İblisin monoloqundan nə edir uşaqlar? Bitir əsər. Sonra, bəs diyalog nədir? Diyalog isə iki və daha artıq şəxsi nə edir uşaqlar danışılır. Məsələn, yazır Arif, yazır İblis, yazır Xavər, yazır İxtiyar və bunların sözlərini qabağına. Elə o sözlər verilirsə, mən bilirəm ki, bu diyalogdur. O dəqiqə tuturam ki, bu hansı ədəbi növdədir uşaqlar? Dramatik növdədir. Aydındır. Sonra, dramatik növdə olan əsərlərdə ümumi olaraq piyes deyilir. Yadınızda qalsın. Yaxşı. Və 3 janrı var. Dram janrı var, faciə var, komediya var. Uşaqlar, dramla faciənin bizə fərqi var. O nə deməkdir? Dramda qəhrəman həm müsbət cəhətdən qələbə çalır, cismən də, ölmür də, sağ qalır. Həm də mənəvi cəhətdən ideyaları yaşayır. Bu olur dram. Faciədə isə qəhrəman mənəvi cəhətdən qələbə çalır, amma cismən ölür, məğlub olur. Məsələn, İblis faciəsində görürsünüz də, Arif sonunda neyini qatilə çevirir. Elə müsbət Fəxrəddində Fəxrəddin sonunda ölür. Yəni ölümünə. Bir də sual düşsə ki, faciə həmişə ölümlə nəticələnir. Bu fikir nədir? Yanlışdır, həmişə sözü var. Elə ola bilər ölüm olmasın, amma elə deyərdik ki, ölsəydi bu qəhrəman daha yaxşı olardı. Həyatı pusulsun da, alt-üst olsun. Yəni müsbət sonluq yox, necə sonluq olmalıdır əsərin sonu? Mənfi sonluq olmalıdır faciədə.
İlk faciəmiz də Müsbət Fəxrəddin. İndi siz deyin görün, neçənci ildə idi? Müsbət Fəxrəddin. 1896. Vüsal kitabdan axtarır. Müsbət Fəxrəddin. Yaxşı, iş komediyamız deyilmiş olmasın. Neçənci ildə idi? İş komediyamız. Aysa o, 1850-ci ildə İbrahim Xəlil kimyager. Hər ikisinin müəllifi eyni adam idi. Kim idi yoxsa fərqli idi? Kimyager. İbrahim Xəlil kimyager kimi idi uşaqlar? Mirzə Fətəli Axundzadə. Müsbət Fəxrəddin kimin idi? Nəcəf bəy Vəzirovun. Çox möhtəşəm oxumuzdur siz yay boyu. Demək, bir də deyirəm. 1896-cı ildə ilk faciəmiz Müsbət Fəxrəddin, komediyamız İbrahim Xəlil kimyager 1850-ci ildə. Bunda işlərə xüsusi olaraq düşür. Bəs komediya nədir? Uşaqlar, komediya gülməli əxlaq, məsəkər sözündən götürülür. Sən yığınacaq mahnı deməkdir. Bu komediyada təbii ki, hansı görüş əsas götürülür? Satirik görüş. Yumor da olur, amma təbii ki, əsas hansıdır? Satirik. Məsələn, bu ümumi məzmun məsələdir. Bu İbrahim Xəlil adlı bir kişi olur. Bu cəmaatı aladır ki, kimyəvi maddələri qarışdırmaqla qızıl əldə edəcək və cəmaatdan pulunu yığır. Və insanlar da avam kimi bunu yanırlar, gətirib buna pul verirlər. Və cəmaat başa düşmür ki, bu elə qızıl yaradırırsa, bunun pulu sənin nəyinə lazımdır? Özü kimyəvi maddələri qarışdırır, belə qızılı özü götürərdir da elə. Yəni, burada insanların nəyi tənqid olunur, ifşa olunur? Avamlığı, cahilliyi, nadanlığı ifşa olunur. Və yaxud da Müsbət Fəxrəddin. Burada əhali qan davasıdır. İki tərəf elə bir qan davası edir. Bunun oğlunu öldürürlər və bu da onun qarşılığında oğlundan gözləyir ki, gedib onun oğlunu öldürsün. Başa düşdünüz necə? Burada kim idi? Rüstəm. Rüstəmin oğlu Rəşidi Heydər öldürür. Rüstəm gedib Heydəri öldürür və onun öldürməklə yanaşı da oğlundan gözləyir ki, getsin onun oğlu Fəxrəddini də öldürsün. Yəni, əsəri sonunda Fəxrəddin ölür. Bizdə faciə ilə yekunlaşır. Yəni, burada da qan davası. Yəni, qısaca, dramatik növdə əsas götürür. Hansı gibi uşaqlar? Satirik. Yaxşı. Drama faciənin fərqi nə oldu? Bildikdə, dramda hər iki tərəfdən qələbə çalır, həm mənəvi, həm cismən. Faciədə cismən məğlub olur, amma mənəvi cəhətdən qələbə çalır. Və dram, mənzum sözü var da, mənzum dram deyirəm. Demək onda bu da həm nəzmlə olur, həm də nə olur? Nəsrlə. Mənzum faciə var, həm nəzmlə olur, həm də nə olur? Nəsrlə. Mənzum komediya anlayışımız gördüyümüz kimi yoxdur. Uşaqlar, demək, dram nəzmlə nəsrlə olur, faciə nəzmlə nəsrlə olur. Burada da üstünü demişdik, təmsil, hekayə və roman. Düşə bilər ki, yazı dəqiqətən nələr nəzmlə nəsrlə ola bilər. Onda hər birini deməliyik, onda adı yerdə saxlayaq. İlk povestimiz də bayaq dedim, 1857-ci ildə Adamlıq Şəvakib Mirzə Fətəli Axundzadə. Dərsimiz bu qədər. Bəqərə bilərik.